Bakıda Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilib. Məzun və tələbələrin işlə təmin olunmasına hədəflənən tədbirdə 30-dan çox müəssisə tərəfindən 400 AZN ilə 2000 AZN arası əmək haqqı ilə ümumilikdə 341 vakansiya təqdim olunub. İştirak yetərli saydadır. Biz hər il bu yarmarkaları təşkil edirik. Məqsədimiz əmək bazarının tələbinə uyğun peşə və bacarığı olan kadrlarla müəssisələrimizi, işə götürənlərimizi təmin etməkdir. Eyni zamanda işsiz və şaxtaran şəxslərimizin işə götürənlərə əlçatanlığını təmin etməkdir. Burada 10 peşə təhsili mərkəzlərinin müxtəlif ixtisaslar üzrə, müxtəlif istiqamətlər üzrə tələbələri və məzunları iştirak edir. Yalnız bu peşə təhsili mərkəzinin deyil. Buraya eləcə də məsələn mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, turizm sahəsində ixtisaslaşan, emal sahəsində ixtisaslaşan, texnika və texnologiya və digər peşə təhsili mərkəzlərini aid eləmək olar. Əmək yarmarkası bizim mərkəzimizdə 4-cü ildir keçirilir. Bu yarmarkada bizim mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunur. Hansı ki bunlar avtomobil, elektrik, elektronika, mexanika, interyer kimi ixtisaslardır. Təkcə dövlət qurumları deyil, özəl sektor nümayəndələri də yarmarkadan səmərəli istifadə edirlər. Biz bundan əvvəl bir neçə yarmarkada iştirak etmişik və bu bizim üçün kifayət qədər faydalı olub. Hal-hazırda da şirkətimizdə çalışan bəzi mütəxəssis heyəti var ki, onları yarmarkadan yararlanmışıq, yarmarkada iştirak edən vakantlardan yararlanmışıq. Düşünürəm ki, bu yarmarkada da biz axtardığımız sahə rəisi, mühəndis və bənna vəzifələri üçün də kifayət qədər mütəxəssis şirkətimizə cəlb edə biləcəyik. Bizdə hal-hazırda bir neçə vakansiya var. Həm satış meneceri, satış mütəxəssisi, həm çöl reklamları, montajlar, ustalar, lazer ustaları ilə bağlı vakansiyalar var. Çünki bizim özümüz reklam şirkətiyik. Ona görə bizə daimi satış menecerləri və reklam ustaları ehtiyac duyulur. Yarmarkada iş axtaranlar arasında öz ixtisasına uyğun seçim edənlər də az olmayıb. Avtomobil ixtisası ilə bağlı bir neçə vakansiyalar vardı və orada CV-mizi də vermişik. Əsas bizim ixtisas yeni nəsil Çin avtomobillərin bateriyaka, hibrid elektronikası ilə barədə inşallah yaxşı bir nəticə də olar. Müraciətimiz də çox asan formada, heç çətinliyə rastlaşmadıq. İndi inşallah bir həftəyə deyiblər ki, cavab gələcək, cavabı gözləyirik. Qeyd edək ki, yarmarkada Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da təmsil olunub. İştirakçılara həm müvafiq peşə hazırlığı kursları, həm də düzgün karyera planlaması ilə bağlı məsləhət xidmətləri göstərilib. Nigar Rəcəbova, Əsgər İbrahimli, APA TV.